Salamlar dostlar. Bugün Minecraft'ta Skyblock oynayasıyıq. Buradan kağıtları alacağım. Düzdür, biraz modda işləmişəm. Yəni ancaq Skyblock deyil. Konkret biraz burada kubum da yox. Bu sandığı falan götürəcəm. Çox gec qırıram. Təəssüf ki qır. Biraz da kub götürüb. Konkret. Qır. Hələ qırıram. Hələ ala geçsin də o yana. Neyse biraz taxta qırım. Əla. Bəsdir məncə indilik. Bura sandığı qoyuram. Buranı adanı biraz yekəldirəm. Və burada biraz taxtaya çevirəcəm. Bir neçə dənə taxta olsun da ədəsində. Bir neçə dənə taxta ilə də yəni çalışma masası bundan və s. Bundan da bir dəqiqə qaçıram. Allah oturmamışdım, Allah yadımdan çıxdı. Və düşdüyümə görə təəssüf ki, əşyalarım getdi çoxu. Sən biraz bu yana qaç. Balta da düzəldə bilmədim yəni. Balta başqa da var. Neyse de yani elə şeylər düzəldə bilmədim. Təəssüf ki, biraz qır. Bu qədər odun bəlkə bəsdir. Biraz da qırım. Odun bir dənə də versə bəsdir məncə. Yəni mənə elə gəlir. Bəlkə sizə elə gəlmez, amma mənə elə gəlir. Skyblock maraqlı bölümdə. Deməli dostlar, əyilirəm yenə düşməyim. Bu donuz da gəlib mənim içimə girib. Allah, əyilmişdim deyə kobuku çarpıb bura qoydum. Qır. Allah, indi biraz çubuq. Çubuğu bura. Odunu bura. Birazını bura. Bir lapaqqa alacağım. Bunu yox. Bir də biraz davam. Hə. İndi də biraz balta düzəldəcəm. Bunu bura qoyum. Bir dəqiqə. Balta düzəltməyimin səbəbi həm odun çıxa bilir yəni. Bir dənə düzəldəcəm, çox düzəltməyəcəm. Neyse buradan artıq çıxım yəni. Birazdan bəzi əşyaları sandığa qoyacağım. Taxtanı məsələn bayaq düşdüm deyə, yəni əşyalarım getdi üstündə. Bunu da bura qoyacağım. Adamı yekəldəcəm konkret olaraq. Və yekəltməyə başlayıram. Buradan tez adamı biraz yekəldim. Müştəri də yekəldim. Və torpağım qalmadı. Məcburi biraz daha qazacağım. Tez ol. Allah, gördünüz, saman gəldi. Yəni bu da çox yaxşıdır bir tərəfdə. Çünki Allah, mən neynədim? Bu da çox yaxşıdır bir tərəfdə. Çünki əslində bu əşyaları neynirəm ki? Amma əkərəm də ən azından. Bir dəqiqə. Bunu bura. Get. Bunu. Allah, əlim dəyib düşdü donuz. Əlim dəyib deyəndə çarpıb vurdum da yəni. Əlim necə dəyir ki? Dəyə bilir əslində. Mən biraz kub toplayam, aram videonu bağlayacağım. Və yenə bir mob gəldi, toyuq gəldi. Ağacı yenə çıxdı, ona görə burada bu arada ağacı da əkmək istəyirəm. Hə, özü də bunu da əkim bura. Böyüyəndə yəni yiyəcəyimiz olar. Keç ayına. Sən, hə. Neynəyəcəkdim? Kağıtlar qalsın sandıqda. Ağac qalsın məndə. Saman burada qalsın. Balqabaq da burada qalsın. Bu da burada. Odunları da qoyacağım. Yəni bunlar qalsın məncə bir dənə.
Bunu da bura koyayım. Toyuq get. Allah sen niye orada durmuşsan? Biraz bir yana gel. Neyse bunu da biraz daldan qazacağım. İçində əşyalar mənə gəlməsin. Yerə düşsün da yəni. Hala gedin istəmirəm. Lazımsız əşyalardan ona görə düşməyini istəyirəm. Konkret biraz da aldım. Odunu bura yenə buraxacağım və yenə adamı genişlədəcəm. Bu yandan genişlətmək istəyirəm. Ay, neyse. Dostlar, video çox uzun olmayacaq. 8 dəqiqə olacaq məncə. Əgər mən yəni bu videolardan daha çox gəlməyini istəyirsinizsə, kanala abunə olub like atın və baxışlar da önəmlidir. Zəhmət olmasa bildirimləri açmağı unutmayın abunə olandan sonra. Çünki bildirimlərlə yəni sizin bir dənə bildiriminiz mənə nə qədər kömək verir də, yəni başa düşə bilirsiniz də yəqin ki. Yəni fikirləşirəm, başa düşürsüz, açarsınız. Həqiqətən çox ümidliyəm, yəni izləyiciləri hətta o qədər sevirəm ki, sizə yəni necə deyim? Yəni kanaldan pul gəlmədiyi sürəcə yenə də video qoyuram ki, siz rahat qalasınız. Yəni istədiyiniz videoya baxasınız. Təbii ki, mənim videolarımı çox adam yəni baxmır yəni YouTuber falan deyiləm deyə. Bəziləri baxır, çox adam baxmır. Bu isə mən bəzən üzür, amma yenə də mən neyniyə bilirəm ki? Təəssüf ki, bu məndən asılı deyil və asılı olsaydı hətta çox yaxşı olardı yəni. Mob doğuldu, nə yaxşı. Mən də burada danışıram bir qədər. Da bir dənə yumurtam var, yumurtanı atacağım və toyuq çıxdı. Nəcə? Özü də 7-də 1 ehtimaldır toyuğun çıxmağı. Nəcə çıxdı ola? Konkret hələlik heç açmamışam. Ona görə də adamı genişlətməyə davam eləyəcəm. Açsam da hətta davam eləyəcəyim kesin deyə, amma necə deyim? Yəni daha biraz sıkıntıdır da, açmağım bilsən necə pisdir, bilirsiniz necə? Konkret həm burada mən əkin-beçin işləri ilə də baxacağım. Çünki əkin-beçin işləri olmadan, yəni necə deyim, əşya yerinə girirəm. Baxın, qarpızı toxuma çevir və buradan tez çevirirəm. 3-ü qalsın məndə. Və toxumu tez əkirəm, tez əkdim və bir dənə də sağ ol dostlar, sağ olun, salamat qalın. Videomu burada sonlandırıram. Sağ olun. Yəni videolarda görüşmək ümidilə.